Kızlar, belə bir vazo deyim, güldan var evdə. Bu 17 ilin güldanıdır və görürsünüz də bizim evimin rənginə uyğun deyil. İndi mən özdəki bu yastıqları da dəyişdirəcəm, başqa bir şey eləyəcəm deyə fikirləşirəm ki, onu dəyişib mən nə edə bilərəm, nə rəng eləyə bilərəm. Həm hayıfdır, yəni çox qəşəng görünüşü var. Hətta burada gülü də var, amma bizim evə uyğun deyil də bunu. Baxın, görürsünüz, belə bir şeydir var. Söz yox, bunu elə eləyəcəm, heç görsənməsin. Bunu götürün. Söz yox, mən bunu istəyirəm, görsənməsin, çox sadə istəyirəm. Mən də bura boşdur deyə, burada olan gülü gətirib qoymuşam bura. Burada heç yaraşmır, balacadır. Bunda dəyişikliklər eləmək istəyirəm. İstifadə eləmədiyim əşyalarda ümumiyyətlə dəyişiklik eləmək istəyirəm. İndi bunu da fikirləşirəm ki, mən nə rənglərdən istifadə edim. Əlimdəki olan şeylərlə, materiallarla, ərzaq edəcəm. Materiallarla o qədər şəkər bura, paxlava, nə bilim, şirniyyat, yemək. Elə bir ki, beynim elə işləyir də. Biz qadınların beyni necə işləyə bilər ki? Evdə olan materiallarla, elə hansı ki, necə elədim mən tablonu. O materiallarla yeni bir şeylər ortaya çıxartmağa çalışacağım. Bilirəm ki, mənlə eyni illərdə ailə quranlarda da var. Bu 17 ildir. Yəni 17 ildir. Bax, bu 17 ildə olub. Bunu mən yetərincə istifadə eləmişəm. Mamaya vermişdim. Dünən gətirmişəm evə ki, bunda mən dəyişikliklər eləmək istəyirəm. Uzun müddətdə fikirləşirdim ki, mən bunu necə eləyə bilərəm, dəyişirsən. Əslində uyğun olan evlər varsa, qəşəngdir. Belə baxıram ki, qəşəngdir. Elə öz rəngi də yaxşıdır. Amma getmir də. Mən onsuz da bunu 17 il görmüşəm. Bəsimdir.